Müsahibim Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevdir. Studiyamıza xoş gəlibsiniz. Xoş gününüz olsun, sağ olun, həmişə. İyunun 24-də Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəyin 75 yaşı tamam olur. Siz bir qardaş kimi Əbülfəz Elçibəyin uşaqlığı, onun həyatı barədə nə deyə bilərsiniz? Mən onu deyə bilərəm ki, mən o anadan olan günü yadımdadır. 5 yaşım vardı, hər şey yadımdadır, yəni bir şey yadına çıxmır. Seçki günüydü. Rəhmətli atamın əmsi vardı, Miyəhə kişi, böyük ruhani adam idi. Həmişə o vaxtda tutu verirdilər axı. Qalxardı, yaylaqlarda saat geçirərdi. Adını da rəhmətli qoyub. Seçki idi, hamı getdi seçkiyə, indi saat gələcəkdə qutu. O ağsaqqal kişi idi, dedilər getmə dedi o. Mən bu hökumət getdi. Yəni getdirə gəldilər, o anadan olma günüdür. Atam da çoban idi, elə qoyun ötürdü, getdi, tez səs verdi, gəldi. Yəni yaylaqda oldu anadan. Hansı yaylaqdaydı? Xəlil yurdu deyirlər. İndi o yaylaq durur, genəzad eləyib. Bir neçə elə, indi məsələn, indiki qadınlar da, indi mən biraz deyincəkli olmasın. Bir ay doğmanı qaldı yaylağa. Yəni anam elə qüvvətli qadındır, elə belə qadınlardandır. Hamı da tanıyır, hamı da bilir. Orada çox gəldi. Anadan oldu. Anadan oldu. Bir neçə vaxt getdi sağına gerdə, bir də elə bir 20 metr qoyunlar sağmağa gedirdik. Mən gəldim, gördüm bir ilan belə fırlanıb yatıb, onun nərnisinin altına, üzədən asardılar nərni ipinə. Bəli. Sonra Meyvə babanı çağırdım, dedi işin yoxdur. Dəymə, onun işiniz yoxdur, siz gəldiniz küçük gedəcək. Anam gələn kimi küçük getdi, heç öldürüb eləmədi. Sonra dedi ki, o onu qoruyur, işiniz yoxdur. Qərar belə, bir neçə vaxtı belə getdi. O ilan həmişə gəlirdi? Hə də, o gəlirdi, evdə olduğu olmadı, qırılıb nərinin altında dururdu. O il geçdi ilə, sonra neçə illər geçdi, yenə getdi yaylağa. Bunu yeriyir, fayda elə. Gedib bir qarayla tutub elə gətirib, bana deyir ki, cücü. Anam deyir, hə, bu cücüdür, dəyməyə yazıqdır, qoy yerə getsin. Yəni, belə şeylər vardı o vaxtlar. Qorxmazdı, nə bilim, bəs şeylər eləyərdi. Sonra gəldi, məktəb vaxtı çatdı. Biri də getdi, birinci sinifə gedəndən bir ay nədir, sonra qaçdı, məktəbə getmədi. Getmədi də bizdə o qədər bəndə olmadı, o vaxtda ki, kim bəndə olmadı? O birisi getdi elə, o birisi gedəndən də başladı 5-ilə. Ta 7-ci sinifdə olanda bu müəllim jurnalı verdi, gedib öz taçına dərs deyildi. Yaxşı oxuyurdu, dedim, o ki, bizdir. Əziyyət, Allah daima rəhmət eləsin. O qoymaz biz əziyyət çəkək. Əziyyət çəkəndə də varımızdır, heyvanımız vardı, malımız vardı, əkin yerimiz vardı, 2 tonla botaza çıxırdı. Yəni, o baradan əziyyət çəkmirdi. Yəni, qıraq baradan da daimin əli üstümüzdəydi. Bir belə yaşamadı, belə yaşadı. Hətta buğdamızı yazda daim gəldi, bizdən borc eləyirdik, qorxozla əkin əkirdik. Yəni, pis olmamışıq, hamı da bilir. Anamı da Allah rəhmət eləsin. İşləyən qadındır, çox işləyən qadındır, çox güclü adamdır. Mən sizin kəndinizdə də olmuşam, evinizdə də olmuşam. O böyük tut ağacının altında da oturmuşam. Belə deyək ki, sizin o qəşəng şaftalılardan da dadmışam. Kəndiniz barədə, kənddə hörməti necə idi? Cəmaat arasında, dostlar arasında? Hələ məktəbə gedirdi, 4-ə 5-ə, onda ona millətçi deyirlər. Yəni, yoldaşına, adına, hamısının kəndindən biridir, yəni ayrılıq eləyən adam dördü. Sonra o ki, yaxşı oxudu, qutarı getdi, mən getdim əskərliyə. O da getdi Ordubadda, 3 ildə orada oxudu. Kəndinizdə 7-lik məktəb? 7 illikdən getdi orada, 10 illik qutardı. Mən əskərdən gəldikdən sonra gəldi, qəbul olundu instituta, ondan da başladı instituta. Mənlə onun arasında qərəz dediyimdə bir dəfə mən ona zarafat eləmişəm. Belə sonundan cəbhəni sədir olan vaxt. İlişdim də, bütər oldu, getdi yatdı. Səhər dur, deyir, Aliyev, bura məsələ durdu, gəldi. Deyirəm, mənim qardaşına mənə buna dözmüsən, prezident gedirsən bu. Nətərdirsən bu zadat? Dədə, bildim deyir, elə gedik adam, səhər deyə duran kimi bildim sən nə elədin. Ve biri olub, vəssalam. Ondan sonra da bir dəfə bizimlə küsürlüyümüz,
nə birbirimizdən. Başım biz heç ayrılmamışıq da ki, yəni bu mal mənimdir, bu mal sənindir. İndi ki, belə gəldi, getdi. Tələbəlik necə keçdi? Ağırmı keçdi, yoxsa? Tələbəlikləri üstaddır, daim rəhməti qoymurdu çox pul yollamağa. Özü alırdı təqaüd 50 manat, 40 manat, hər ay 40 manat gəlirdi. Hə, yəni qaşdım zad alırdı, paltar alırdı. Yəni özü də qədər zad dövdü o vaxt. Yəni yaxşıydı, yaxşı da oxudu, yaxşı da qutardı beləsə. Ondan sonra o axır quşlarda özüm gəldim, burada ev almışdım. Burada qalırdıq, gəldim, qalırdım. Sizin evinizdə qalırdı? Hə, elə yox, özünə, onun adını almışdıq. Ondan sonra mən getdim Kəlbəcərdə 10 il orada qaldım. Oradan gətirdim bunların zaten. Ondan sonra getdik xaricə gedəndə də yol Zakir adı bir oğlan vardı, o da alimdir. Onunla getmişlər, Zakir gəldi, belə qaldı. Nə maşın gətirmişlər şəhəri. Ondan da sonra gəldilər biraz maşınla. Biraz zadı gizlin geçirdilər. Çayxanaya da gedəndə mən gedirdim. O vaxt zadı danışırdılar da, nə bilim, millətdən filandan. Nə eləmək lazımdır, nə qəymətdir, çox uşaqlarla. O sirtdə demək başladı, tağı vardı, Nüsnüstan rəhmətli, saqqalı tağı deyirlər, oydu. Yadımdadır tağı, bəli, tağı müəllim. Ağdamlı. Xudu Məmmədov. Xudu müəllim, sağ ol, Xudu müəllimidir. Xudu müəllimindən mən Kəlbəcərdə tanış olmuşdum. Bu üçü idi. İşte evdə oturanda bu üçündən başqa danışmırdılar, gedilər. Məsələn, elə gedili elədilər, nə bilim elədilər, çoxaltdılar da. Bəli, elçi bəy olmağın heç prezident olanı kimin kim tanımırdı? Heç kim tanımırdı. Bu gizli hərəkata nə vaxt var? Tələbəlik dövründə başladı, dediniz sizin eviniz var idi burada. Tələbəlikdən elə başlamışdı. Sonraki oldu müəllim, elə üstə qaldıq müəllim oldu. Müəllimlikdə də lap başladı. Evimizdə vardı zat. Ondan sonra tutulma məsələsində də mən kətdə olurdum. Seyid də vardı KKB, məndən dostumdur. Amma mən bilmirmişim, mənim Elçi bəyin qardaşımdır. Qərəz evi axtarmağa gəldilər kəndə. Da institutda oxuyanda, institutda dərsləyəndə. Mən də gəldim, dedilər qardaşı gəlib. Baxdı mənə, baxdı. Sonra çıxdı eşiyə, başla gəlmişdim, bir nəfər ev axtarmışlar. Evdən də elə, nədən oldu? Mən dedim, Allah canına dəymən sağdır. Mən dedi ki, başda da səhər evinizi axtaracaq, gecə get. Poyuzum da gecə gəldi. Mən də gəldim səhər, gördüm axtarıblar, evimizi alı dağıdılar. Amma adamın insafı var, o qardaşım qızı bir otaq kimi kəsildi, pərdənin dalında, onun zadına dəyməmişdi. Orada çanlardan da Türk bayraqları zadı vardı, onlar çıxmadı. Onu götürməmişdilər. Yox, heç bilməmişlər də, oraya girmədilər də. Yəni ümumiyyətlə oraya girməmişlər. Hə, ümumiyyətlə girməmişlər, heç əllərində bir şey verməmişlər. Mən də getdim, gördüm, axtarıblar. Qızdan sonra, uşaqdan soruşdum. Dedi, belə axtardılar, çıxda getdilər. Yəni evimizdə hər yer axtarmışdılar, amma o bayraqlar idi. Hə, onlar da Allahdan da. Onlara toxunmamışlar. Onlar, o qızın yataq yeri idi. Tələbə idi onlar, qardaşım qızın. Olan Allah var, girməmişlər də, axır. Sonra şəhərlər o yuxarı evdə məndən davalaşırlar. Sonra var. Amma onda təmiz. Sonra bəy gəldi elə, tezdən gəldilər, rəhmətlik. Jurnalist nə idi? Deyərəm indi yadıma düşür. Nəcəf. Nəcəfovla, sağ olun. Gəldilər. Gəldi içəri girən kimi dedi, bunlar nə tez, heç içəri girən kimi bildi. Hər şeyi də düzəltmiş ki, bilməsin. Dedim də bildim, deyirlər ki, gələn kimi zəng elədi. Bəyin məhkəməsində iştirak edibsinizmi? Hamısında. Necə keçdi məhkəmə prosesi? Məhkəmədə çox zadı, anamı saldı şeyə, xahiş edə ki, anam olmasın. Sonra məhkəmədə elə yaxşı getdi. Məhkəmədə prokuror vardı, Yusubov. Sağ olsun, o çox hörmət elədi. Məsələn, onların bir qohumu vardı, mənimlə tanışıdı. 12 il istə fikirlər sonra yavaş-yavaş xəbər gündə gətirdi ki, yenidir bura falan. Onu 3 il verdi. 3 ildən də sonra Səlimzadə vardı, Allah rəhmət eləsin, qalır salamat bilmirəm, KKB imzadı. O qayıtdı ki, mənim burada əziyyət imzadım, KKB imzadı idi. Çox verdi. Dedi, ya sənin xalsına da girdi içəri, məhkəmə. Çıxdı, dedi ki, mənim yanımda, məni tanımır. Dedi ki, belə, İlyarım verir. Ondan da çıxdı, İlyarım da verir. Yəni,
hörmət var idi də o dövrdə bu sistemdə, təhlükəsiz sistemdə işləyən Azərbaycanlılar arasında millətçiliyə, yəni türkçülüyə hörmət var idi. Yəni o Səlimzadə mənə dedi ki, bəy zaddadır, tilfistədir, toydadır. Gələn kimi deyilən bir verilən. O da mən aslında eləməm, onun üstündəyəm də gələk. Nə dedilər, eləmədilər. Sonra da getdilər. Yaxşı hürmət. Sana da bəyin... Həbisxanaya gedəndə də zat, nədir, buradan da sifariş elədilər, o zada, türmənin rəisi. Mən də özümlə getdik, orada da tez yerləşdirdik, qəşəng hürmət, böyük hürmətə də orada eləyirdilər. Adamın Allahı var, incitmək zadı. Mən elə hər hafta gedirdim, gizlin şey yapan, daha sonra belə verirdilər. Məhkəmədə üzünə kim durmuşdu? Üzünə duranlar var idi? Vardı da, çoxdur, indi yazıda var, çıxardıb, oğlumun yoldaşı çıxardıb hamısından, kimdir, nədir? Məhkəmənin stenoqramı durur, stenoqram durur sizdə? Hada zat, məhkəmə zadı, kopyası. Kopyası durur. Orada duran da oldu, çoxu durdu, elə adamlar var da, çoxuna mən tanıyıram elə bu saatda, məsələn, üstünə vurmuram. Nə bilim, belə, ondan sonra yarımda zaten getdim, Naxçıvandan gəlmişdi, zat Oğuz çıxmışdı, Krasnov çıxmışdı yerinə, gələnin yanına getdim, o da dedi ki, yaxşı tapşıraram. Dedim, zaten da yarı sırok olmadı elə, bir yarımı yaptı. Sonra buraxıldı. Sonra neynədi? Bıraxa kimi elə işıqlanmamış getdim o heç. Sonra orada da hürmət vardı, türmədə də böyük, belə adamın Allahı var, çox hürmət edildilər. İşlədi, işləmədi, getmədi. Orada türmə, həbsxanadan çıxdı. Çıxdıq, gəldi birbaşa evə. Onda lap xüsusi mən özüm ev almışdım. Yasamalda. Yasamalda 7-ci mərtəbə. Ay sonra. Gəldi orada da. Bir-iki gün dincəldi, sonra getişinə. Harada işlədi sonra? Sonra bir dəfə də tutdular, zadda, əl yazmalarda. Sonra bir də tutdular bir ay. Nə vaxt tutdular? O zadda. Mitik vaxt. 88-ci ildə. Tutdular, bir ay qaldı, onda gedirdim. Yanıma bırakırdılar, hər şey verirdilər. Bir ay qalandan sonra oradan mən tez qutaran kimin oranın məsəllidə mənə tanıyırdı. Dedi, tezlindən gəl götür. Sonra pınqılı çıxardı, çıxdı, gəldi. Gəldi, ondan sonra da evə gəldilər. Böyle də belə, cavan oğlanlardı, 2 dənə cavan oğlandı, bir dənə də biri yaşlı. Dedi, çağırırlar da, yəni istədirlər, aparsınlar təzədən. Bəy dedi, yuvamısın, çıxın gedin. Gedin, sonra səhər özüm gələcəm zadaya, İtariya. Dönəndə də, bu biraz götür telefondakı ana uşağı hazırlayın, gəlib götürəcəm dedim. Bəy də elə şeylər bildi də. Dedi, ayıb olsun, o boyda yaşada olandı. Dedi, ayıb olsun, boyuna bax. Heç olmasa ana adın çək, maaşı çək. Yəni, gətireyim, bunu gətireyim. Dedi, mən aparamıyorsun, heç qoyayım. Bəli. Sonra geçdi, üstüne yarım saat geçmemiş, 1 saat geçmemiş, qapıda öyle gördüm. O gəlməyib, tarihçilər gəldi. Gəldir adamla, Allah otdular, bəydən üzr istədilər, nə qanmayıb, nə eləyib, nə təməyib. Belə sonra özü getdi. Bu hərəkat devrində necə idi? Təhlükəsizliyi necə qoruyurdu? Mən görürdüm, mən də görüşürdüm. Sizin bir dənə otağınız var idi, kitabxana idi, orada bir taxt var idi, taxtın üstündə oturub həmişə oxuyardı. O taxtı sondan geçdirdi, apardı, o ara bilməm indi qalır, o evlərini apardı. Orada o taxtın üstündə yatardı, özü düzəltmişdi. Taxta belindən yəni. Elə orada oxuyurdu, orada zad eləyirdi. Gəlirdilər, çox uşaqlar da gəlirdi, məsələn, kim də gəlirdi, qəbul eləyirdi yəni. Qapınız həmişə açıq olardı. Açıq olardı, heç kilit vurulmaz. Elə adam da olardı ki, məsələn, çayında verir. Hələ bu zaddan gəldilər bir dəfə, bəyə çıxanda. Ukraynalı idi, Moskvadan gəlmişdi, polkovnik. Ona çay zad verdim. O çox yaxşı adamdır. Bizimkilər az qaldı, bizi ki, bu nədir? Rəhmət Heydərin Şükrü qapının altından vuruluydu da. Onun otağında vuruluydu. Hara vurmuşdu? Belə, Fara, o idi, rəhmətli Atatürk idi, yanbayanadılar. O cavanlara bizimkilər. Bu nədir, bu kimdir? Qardaşım da qayıtdı ki, Xaloğlu, necə kimdir? O zat yoxlayanda da bəs şeylər çıxartılır, görürlər qabağına ki, bu dedi. Gedək,
Azərbaycana qayıtdı ki, mən sizdən çox yaşlıdır. Bunlar ne? Burada siyaset şeyi yoktur. Burada ne bileyim dərslikdir, müəllimdir filandır. O adam olur. Gəldi mən də qol çəkdim ki, ev otağı. Ukraynalı polkovnik idi. Ukraynalı idi, amma Moskvadan gəldi. Moskvadan gəlmiş. Getdi bəylə görüşüb, dedim ki, bu bizim adımıma verməyəsən sən. Dedi, öyle qol çəkdim, oxumamış. Bilirəm, nə yazdım, amma güya savadsızam da yəni. Bir daha da rəhmət eydəm. Mən elə savadlı və dedi, savadsızam. Nəysə. Oradan götür, apap, bəy 2-3 gün danışmışdı, vermişdi, bəy ki, bunu verəsən qardaşım, mən söz vermişim. Amma yazını qətər vermişdi. Bəs bəyin təhlükəsizliyi necə idi? Məsələn, evdə qalırdı, qapı açıq idi, hamı gəlib gedirdi. Ümumiyyətlə, həyatına təhlükələr olmadı o inqilab dövründə, xalq hərəkatı dövründə böyük qovğalar olurdu axı. Yox, başın zadda yazdılar, nədir? Başına... Cəbhə, Xalq Cəbhəsinin binasında, bəli, Sovetskdə. Sovetskdə, mən orada olmuşam. Mən də oradaydım da, İskəndərdə vurdular, gəldi düşdü mən burada, amma mən qoydum o içəri. Onda vurub başınızdan yardılar. Onda da bir həkim vardı, yaxşı həkimdi, o elədi, sarıldı, elədi də, ondan sonra evdə qaldı, ondan sonra Rəhim Qazıyevsə gəldi, dedi, gedin də, saxlayın. Və dedi ki, saxlayın, bura kimi yaxşıdır, gəlmişik, saxlayın, aranı qatarsan. Rəhim da getdi, nə elədi o ev. İstəmirəm də, mənim yanımda olan şeylərdir, deyil. Bəy getmədi. İsanı çağırdı, İsan da ata sövmüşdü. Dedi, get bax, gör, turistlərində. Gələz, belə, baş sağlığı çox qaldı. Ondan sonra bir dəfə də apendisi tutmuşdu. Mənsiz prokuror var, Allahcan, o aparıb durmuşdu başın üstündə ki, mənim adamı o elətmişdi. Mən çətlədim, gəldim, onu çatdım, gördüm. Ondan da sonra yaxşı oldu. Yəni, bəydə bitsən, qorxu zad yoxdur ki. Birdən gördüm, pencəyin geydi, getdi. Durmuşuq zadda. Onun kitabları durur. Böyük kitabxanası var. Onu yox, onu köçürmüşük evlərində. Evlərində böyük otaqda orada da. Hamısını köçürmüşəm. Nəyi var vermişəm evlərində. Oğluna da. Bu bir vaxtda da... Hərəkat devrindən, hərəkat başa çatdı, Əbülfəz İlçibəy prezident oldu. Siz adətən prezidentlərin qardaşı biraz, bilirsənmi bu, bizdə deyirlər, biraz qürrələnir, biraz onu çox sayırlar. Valla mən bilmirəm, bilmədiyimləndir, özümdən asıl dürdür. Mən bilmirəm, prezident qardaşıyam, ya prezident qardaşım nə olar. Mən yoldaşlarımdan, bəlkə sizlə də, uşaqlarla, mən elə tapot yox. Hara gəldi, ora gedirdim. Qarşınca gedirdim, demirdim, prezident qardaşımdan, dostlarımdan, yoldaşımdan. Hara gəldi, ora girdim. Şöyle yoldaşlarına da çörək yedim. Bir dəfə də bir gecə sizin kimi adamla qonaqdım. Qoymurdu, saat 1-də düşdüm gəlməyə, oğlu vardı, babadı. O da düşdü məndən. Biraz zat uşaqdı. Otur bir taksiya, taksiya yaxşı kişidir. Gəldi bizim o yolda uşaq biraz zarafatlaşdı ki, nə eləsin, nə qarsın. Demək, bu kişiyə satışır. O da bundan nə hiss edir bilmirəm. Kişi də atdan baxır mənə. Və sonra demirdə düşdü pullarım. Sən bəyin dostum, düz bəyin yəni. Şimdi mən o axşam dinmədim, o uşaq vardı yanında, mən sənə yaraşar, mən tərif gecənir, deyək ki, mən deyirəm, qardaşımdır. Yəni, çox yerdə oxşadırlar. Sonra işlər qutaranda, mən açıq deyim də, mənim əlim Sovet üstündə, oradan hardan bir daş bastat verəndə aladım, nəçəni verərdi mənə də, rəis. Bu bəyin vaxtında heç zədə alınmadım, elə bir ki, andışmışdım da özümü. Yəni, gedim birini işə qoyum, bir dənə dostum işə qoymadım. Xal necədir? Ondan sonra qutarandan sonra demişlər, qardaşı, yəni bir şey deyil. Yəni, prezidentlik ailə münasibətlərinə heç bir təsir olmadı? Heç bir şey, heç bir şey. Öyle haman ailə idi, haman zadlıdır. Elə bir yerdə də yaşıyorduk. Amma özü qardaşım gəlsə, bizə az gəldi. Mən gedərdim hərdən bir yanına, o saat vaxtında, prezident vaxtında. Belə prezident vaxtında öyle sakit. Ən çətin devri prezidentlikdən sonra başladı, kələki devri. Ən elə çətinliyi prezident vaxtı idi. Ondan da sonra kələki məsələsi də, yoxsa kələkiyə, o kələkidə də yox, kələkidə Türkiyədən zadlar gəlmişdi. Baxınlar, zadlar. Heç bir dəfə hücum elədilər dəstə başına. O da özü durdu getdi. Da kəndə gəlməsin nə deyir, o özü oturub maşına getmişdik qabaqlarına, gələk getdi. Orada da
Hiss ediləmələr çıxdı gəldi. Sonra da Amma burada məlumatlar gedirdi ki, Kərəkin üstünə vertolyotlar uçur, təyyarələr belə getdi, bombardıman eləyənlər şey yoxdur, o deməklə deyir, haqqıdan. Mən həmişə, yaşım da o vaxtıdır ki, cavan vaxt olsa bəlkə də, yaşım bu vaxtına mən olur ki, vertolyotsa o dəstədə gəlmişlər, hərbçilər, bizim hərbçilər. Onda Türkiyədən sədilədilər ki, siz vertolyot göndərək. Bayda dedi, heç də lazımdır. O bir söz olub, amma vertolyot söz gəlmir. Kim deyil desin, nə samolyot, nə vertolyot. Türkiyədən kimlər gəlmişdi? Türkiyədən valla, adları bilinmir də, adları bilmirdi. Axırına tapançalı, silahlı, Osman xəbər vermək, elə sükun da xəbər verirdilər. Əbülfəz Elçibəyi qoruyurdular. Ha, qoruyurdular. Axıra qədər qoruyurdular. Axıra qədər, axıra. Amma öz axranası, öz axranası da vardı, uşaqlarımızdandır. Amma onlar da belə, yəni təminatı necə idi? Çətin təminatı var idi. Mən də olmuşam bir neçə dəfə. Çətindir, nə elə mən. Sonra mən getdim də bu təminat vəziyyət pis olanda getdim mən biraz heyvanzat saxlayırdım ki, qonaqlar gələndə kəsildim eləyirdim, qovurma eləyirdim ki, qonaqları yola salmağa da indi. Vallahi belə ötüşdü yəni bu 4 il. Mənə çağırdılar, gəldim ki, ev verməyə. Bəli. Ha, gəldim, özü dedi ki, gəldim bura, orada da evi verdiler, ev verdiler, mən bunu bəyənmədim, axırda evi aldım. Sonra üstündə bir şey dedi də bəy gəldi. Onun ayaqqabıları mən geri gəlmişdim, mən İran ayaqqabı dedim. Amma gələn kimi də yaxşıdır, elə bir ki Allahdan deyil, mənimki Allahdan, qurban Allah. Ayaqqabılarım, bəy gəldi, özü gəldi, 3-4 gün sonra gəldi, mən bir Tofiq qoşdu yanıma ki, yəni mən yoxsa bu Yasamaldan nədir, Sovetskidə yaxşı evlər var, oradan götürürdüm. 5-in kişiyə vermişlər, o kira da elə yaxşı oldu, qoymadılar. Nəysə, yaxşı oldu, geçdi, gəldi sonradan. Gene gəldi, mənim evimdə qaldı, sonra... Demək, Kərəkidən gələndən sonra sizin evinizdə qaldı? Biraz qaldı, sonra getdi bu zatda ev tutmuşdular, orada qaldılar. Ona bağ evi vermiş, var idi, dostu vermişdi. Yox, bağ evi o xəstəliyin pis vaxtı. Bu o vaxtda məni bir sənətər Allah'da, adamın Allah'a var, nə bileyim, zəhərlənib falandır. Bu adamda prostat vardı. Nə vaxtdan var idi prostat? Elə kərəkdən vardı. Kərəkdə otdan, zaddan dəmir biçirdi. Otlar var da, qatır qoyur. O zadlar mən hamısını tanıyorum. O ustadı, həkim də o qədər tap oturum. Bura gələndə zad elədi. Buruza verdi. Mən də yarvalırdım ki, bizim dostumuz vardı o gibi. Müalicə olunmurdu. Yəni 20-40 idi. O adam da, o da zadıdır. Yaxşı da pulu zad da vardı, yaxşı da adamıdır. Əbülfəz adlı o kişidir. O dərman atırdı. Mən kimi öz alıma adım alım gətirim qoymadı. Özüm adım alım qoymadı. Sonra biraz geçdi, ağırlaşdı. Sonra həkim gəldi, baxdı. Sonra həkim dedi ki, qoy apress eləyin. Səni heç kim apress eləməz. Mən apress eləyirəm, bir həftədən sonra girsin işə. Razı olmadı. Qoymadı. Ondan sonra getdi Türkiyəyə, zat bağa hastane. Yox, getdi Amerikaya zada gələndə. Elə birbaşa evə gəldi, öz evlərinə. Getdim, gördüm, baxdım, gördüm, ayaqlar biraz qalan şey belə. Biraz danışandan sonra orada məni yaman tovladı, mən də inandım mənlər. Dedi, qoyarsanız, nə bileyim, Xristus da danışır, bu belə danışmaz. Deyirəm, nədir? Deyir, mən deyiblər, dincəl. Get bağda dincəlməyinin hər şeyin gedir. Demək, gedir bağa ölməyə. Allah sənin, istəmir də mən bilim. Bizdə də ant vardı da, andışlıq qutardı. Ama dedim götür, gəlməyəcəm mən falan. Andışdım, yeyə babama. Onu andışdım qutardı, sən dünyada alsın, istədin mən. O gedir orada şişir. O əli ki çağırdı burada, nə bileyim, zaten sən bilərsən də. Bəli. Orada tez tərəsi getirməyim kabinetdə şişir. Dedim, bura nəyə gəlmişsən? Mən qoymurdum, heç çıxsın orada. Çıxdı özüm də gördüm də, yəni cəmaat necələrdə falan. Oradan qaydan kimi mən zəng edirəm xanım bacıya. Xanım bacı da həkim yolladı, həkim də burada baxdı ki, burada olmaz. Getdim mən. Türkiyə. Türkiyə gedəndə də şişmişdi, adamın Allah'a var. Səhrət də adlamışdı. Bəli, metastaz vermişdi də, belə metastaz vermişdi də. Ölmüşdü, mənə bir kez soruşur ki, anamın acıyarı, məndə nə biləm, bu nə deyir?
Akasa vurub ciyarına zadını. Onun alacağı 96 il yaşadı. Buna da rəhmətli əmmimiz dedi, hələ oxuyanda dedi, vaxtımıza baxanda dedi ki, sənin 62-dən 3-ə keçəndə qaranlığın var da, ölümün. Amma öz əlindədir, istəsən, geçəsən. Oradan geçdin, 93 yaşayırsan. Mənə demişdi, elə o ikimizə baxıb, Allah rəhmət etsin. Mənə dedi ki, sən 52-dən 53-ə keçəndə qaranlığın, sənlikdir, Allah'ın. Mən yıxıldım, uçumcamsındı, Allah'ın sağ oldu. İndi də yaşayır. Yəni, özünə dedim, ay qardaş, orada yazmışsan da, zadə, tarixin zadə. Eləmədi. İndi adamın Allah var, durum mən kimə nə deyim, kim nə deyim. Artıq Elçi bəy həyatda yoxdur, neçə illərdir. Necədir, yəni Elçi bəy siz... Sən Elçi bəy rəhmətə gedəndən sonra mən açıq deyim də, bilmirəm qəbillikdir nədir. Mən ölür, bilmirəm ölür yoxsa yox. Yəni kim öldü elə bir A deyil, sən qohum olsun, kim var olsun. Biri odur, bir də ki, əlbəttə Elçi bəy. Elçi bəy, məsələn, bir dərdin olan kimi gedib deyil. Bir dəfə də mən anamı görəndə həmişə pul gələr. Kimsə dostum, ya kim. Gəlmədi, elə ki, gittim onun yanına. Dedi, pulum var, dedim, var. Ona deməzdim, pulum yoxdur. Mən baxdı üzümə, çıxartdım, bir dəfə mənə pul vedim. Çıxartdım bir manat ki, elə öz pulundu, qalıb da götür. Belə, onda hər şey var, deyil. Məsələn, mən də bir çətin şey olanda bilirdim. Gələrdi də. 8 ay yatdım burada qısımsınanda. Bir gün gəlmədi, dünyanı qatırdım. Bircə gün yazdım. Hər gün gəldim, tezdən axşam. Amma prezidentlik olanda, prezident dövrü olanda, yəni gedib gəlmək o qədər asan deyildi. Bəs onda necə münasibətləriniz? Yox, mən bir dəfə getdim, çox gedirdim, bir dəfə buraxmadım. Öyle qardaşım olsa dökük olmaz. Görün çıxdı, gülmür, suyalın özünü saxlayıb. Məndə tapancam vardı. Su tapancadır. Vermişdim, orada saxladım. Səhrədə durmuşdum. Səhrədə geçmişdim. Oradan gördüm çıxır ki, onu kim bırakır, neydi, filan da gələcəkdi. Mən dedim, heç hoş güzələm. Səhrədə durmuşam. İstədim səni dedi, bir dayan. Orada qayıtdı o əsgərlərə də ki, o axınızda. Qohumlardan başqa arısı da vardı. Bu mənim anamdır, atamdır, dədəmdir, nənəmdir. O gəldi burada saxlamayın. Sağlamsın, mənim özüm istəyim üçün bir görüm. Bir də, yoxsa o gün havada keçsəm, zəng gəlirsən. Zəng gəlin, tu gəlir və elə prezident oldu. O saat dedi, ya bir saata, ya 2 saata gəlir. Elçi bəy Azərbaycanın milli hərəkatının, xalq hərəkatının lideridir. Azərbaycanın müstəqilliyinin qazanılmasında mühüm rol oynayan böyük bir liderdir. Onun 75 illik yubileyi dövlət səviyyəsində qeyd edilmir. Ailəsi necə baxır, qardaşı kimi necə baxırsınız bax bu məsələyə? Valla mən sənə açıq deyim. Mən nə iqtidardayam, nə müxalifətdəyəm, hamına mən biləm. Hamısı bu millətin oğlanlardır, hamı da mənim xatırım istəyər. Adamın oğlanlar, müxalifət ya iqtidar. Mən nə deyim, müxalifətə nə deyim? Hamısı böyük, sabat adamlar. İqtidara nə deyim? Hamısı böyük adamlardır. Mən də fikirləşəm ki, bir söz deyəndə dedilər, bu tuzsuz özünün niyyatı var ya. Nə bilirləsin dedi? Köflər nə təşkil? Müxalifət elan elədi ki, 75 illiyini keçirdəcəklər. Bazar günü Rəşid Behbudov teatrında, bu mahnı teatrında tədbir olacaqdı. Birinci gün qəbrini ziyarətə gedəcək Milli Şuro bütövlükdə, sonra konfrans keçirdəcəklər. Birinci gün o zadı bilirəm. Bəli, amma söhbət ondan gedir ki, dövlət səviyyəsində. Məsələn, deyək ki, bir aktyorun, bir dənə müğənninin və yaxud bir elm xadiminin 100 illiyini, 70 illiyini, 80 illiyini keçirmək haqqında hökumətin sərəncamları olur, xüsusi tədbirlər planı olur. Bu isə Azərbaycanın müstəqilliyi uğrunda öz həyatını bəlkə də keçmiş deyək, öz həyatını vermiş, öz gəncliyini vermiş, Azərbaycanın milli hərəkatının inkişafında rolu olan, onun lider olan bir şəxsdir. Belə insanın dövlət səviyyəsində, məsələn, ad gününün, yubileyinin keçirilməməsi necə qiymətləndirilə bilər? Deyək ki, gənclər üçün, sonra ölkə vətəndaşları üçün həm də bir nümunə insandır ki, ölkə vətəndaşları deyər ki, bizim də belə bir böyük liderimiz olubdur,
milli hərəkatın başında durub, ağır dövrlər keçiribdi, rejimə qarşı çıxıbdı, sinəsini gəribdi, həbsxanasına gedib çıxıbdı, amma geri çəkilməyibdi. Yox, indi mənim nə deyim, o deputatlarımız dedi də. Yəqin eşitdin də sən də. İndi onlar dedilər, mən də gözləyirdim bir şey olacaq. İndi bəlkə düzdür, nə bilim fikirləşirəm, bəlkə niyə eləmirlər onu bilmirəm axı, niyə? Niyəsini bilsən, adam niyəsini bilsən durub bir şey deyər. Bəs Elçi bəy indi belə deyək ki, özü nə deyərdi? Bax, belə bir insandır ki, Vallahi, o həmişə sözü birbaşa deyərdi üzə. İndi Elçi bəy deyil, öyle bir xəstədir, o da bir söz deməzdi. Onun bir xəstədir və bir ildə olmadı prezident, bir ildə televizora çıxmadı, görmədi. Mən deyirdim də tez-tez çıxsın. Vəbşi, o elə mənə dedi yaxşı. Məsələn, mən orada bir dəfə dedim şuna, qoy bir 200 öz adamlarımızdan yığaq, bir hərbi kimin yer ver, düzəldək. Sənin işin yoxdur, mən öz adamını qoyacam ora ki, həmişə səni gözləsin də. Əlinlə belə gedişəm. Vəssalam. Ondan sonra hara getsən deməzdi, niyə getdin, harada oturdun deməzdi, niyə oturdun. Yəni, mən də heç şuruq eləməzdim. Yəni, gedim birini işə qoyum, ya birinlə bir şey eləyim. Ham da bilir, el də bilir. Bəli. Elçi bəyin indi ideoloji xəttini, onun yolunu davam etdirən böyük bir hərəkat var, partiyalar var. Onlar da prezident seçkilərinə gedir, onun 75 illik yubileyində və onlar da elan ediblər ki, bizim yolumuz Məmməd Əmin Rəsulzadə Elçi bəy yoludur. Necə qiymətləndirirsiniz? Bu ailəsi, yəni bu seçkilərdə Elçi bəyin davamçılarını dəstəkləyirmi? O görə də nə bilim, indi mən eşitdiyimə görə çox, mən getirəm ağayım, biraz indi çağırdı mən, dedim qazeti, sonra dedim, durdum, gəldim. İndi nə dedin yazmadım? Biz prezident seçkiləri. Seçkində Əliyev deyir ki, mən getməyəcəm yaxında. Getməyəcəm, tək namizə gedir. İndi görək kim gedir, namizə, onda da sözü deyir. Əgər bunlar razılaşsalar, mən belə bunlardan da narazıyam, elə onlardan da narazıyam, bunlardan da narazıyam, elə yüngülə, yəni o pis mənada yox. Məsələn, mən Əlinin hər şeyini da burada demirəm. Getdim, sözümü də demişəm, hər şeyini demişəm. Yəni, bir özləri yox olacaqsın da qardaş. Yox, indi gəlib mənlə olsa, mən açığı deyim, mənlə olsa, elə heç partiya, hamısı lağ olan, lap yapda filan da. Məclis var, hökumət var, nədir, həmşarlar var. Vəssalam eləsin, qutarsın, geçsin, görsün, hamı bir olsun. Bax, mənim əslində, içimdə, ürəyimdə bu gedir. Hamı da bu millətin oldu, hamı da bu Azərbaycanın oldu. Mənə icazə versələr, eləyərəm. Tası, nə bilim. Çox sağ olun, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Sağ olun, siz də Allah canınıza dəyməsin, Allah yadda saxlasın. Çox sağ olun. Bugünkü qonağım eks-prezident mərhum Əbülfəz Elçi bəyin qardaşı Almurad Əliyev idi. Sağ olun, sağlıqla qalın.